Azər əmbəs bizə niyə xəbər eləmədin? Sizi qarşılayardı. Kız sən hər şey, burada iş qurmaq istəyirəm. Gəldim onunla maraqlanım. Həm də gözüm bir dostumla görüşüm. Ata harada görüşmür? Ata istəyən hətta transfer edir. Laf yaxşı. Görüm sən işlər necə gedir? Şükür Allah, hər şey yaxşı. Akif, bu işləri yaxşı qurmuşsan, yavaş-yavaş gözümə girirsə, yaxşı olar inşallah. Belə işləmək lazım. İnşallah yorulmayasın. Çox sağ olun. Heyif ki, ata bu olmalı. Xəbərsiz gəlmişsiniz, Azəram. Məbiri və hərəkətdə də belə alın be. Gəldim bir dostumu görəm. Burada işim var yaxınlıqda. Azəram yəqin ki, bildi. İmtahan verdim, qəbul oldu. Lap yaxşı, təbrik edirəm. Hansı ixtisasa qəbul oldu? Qoy sakin eləməksə. Uğurlar olsun. Amma inşallah yenə gələcəm. Etdim oğlum. Görsən də kəndimiz maşallah necə gözəlləşir. Ramazan müəllimən də Allah canı sağ eləsin. Bu cür şərəyə çıxıb kət. Görürəm, Allah canı salamat eləsin. Heç vaxt olur ki, kəndə kisəyə gəlim. Bu mənə adınız tanış gəlir. Hə, Samir. Bizim Samir. Şəhərdə də var deyim, sən işləriniz verir. Sağ ol Akif, salamatçılıqdır, şükür Allah. Doğrudan da kəndimizin havası gözəldir. Təmiz havası. Samir. Abbas. Abbas yox. Kobra Abbas. Görürsən ha, amma yox. Gəl ailəsi. Bu Fərdə də harda qaldı? 3-4 gündür sifarişi hazırdır. Bizdən gelim görüm hardadır. Alo, salam Fəridə. Necəsən? Salam. Yaxşıyam, sağ ol. Sən neyinirsən? Ay bacı, sənin gülün hazırdır. Sabah gəl apar. Sabah gəlməyəcəm, maniküra yazılmışam, vaxtım olmayacaq. Ha. Getdim sən dediyin yerə. O demişdi nə ucuz. Mən istəyirdim qəşəng şeyləri alam. Yayda Türkiyəyə gedəcəyik inşallah. Eləmə Vüsal. Az sakit oyna dedim də sənə asta oyna, yavaş oyna, səs salırsan. Bu uşaq bezdirib məni. Tavsiyə demək eləmə. Götürəndə məsələ yığadan. Belə ana olar. Yazıq uşaq. Kes ama. Gəl. Neynəmsən Vüsal? Bu nədir? Sən də yenə nə olub səsini götürüb aləmi? Vüsal da görə belə yenə qoy. Sən də bir şey olan kimi atırsan uşağın üstünə. Bəs sən Allah. Bu İbrahim nədir? Bu nə gündür? Bu nə hərəkət edirsən ay bala? Bəsdir də bu hərəkət elədin. Hər gün sən damlamaktan mən yoruldum. Bəsdir də. Hər gün mən işdən gəldən mənim rahatlığım yoxdur bu xarabada. Bir də sən belə hərəkət edirsən, qahının dağında boğacam səni. Eşitdiyorum. Azər, necə güzel, necə yadalalar. Çok güzel kızlar. Apa, nerede kapatsam bizi? Elbette kızım. İnşallah. Ata sana karar ver. Allah! Ana, yatmaq istəyirəm. Can, ana sizə qurban. Gedək yataq.
Sabah xeyir. Sabahın. Şaban. Uşaq yatıb, otur çörəyirik. Yenə nə olub kəndə? Göyünüzün buludları alır. Gəl otur görü. Nə məsələdir? Danış görək. Sən yaxşı bilirsən oğlum. Nəyi deyirsən Ərpərdən? Qardaşı deyirsən. Sən qardaşı özü tanımırsan. Dünənlərdə işdə yenə qanqaraçılığı yaradıb. O biraz çörəyimizi yeyib durum çıxım gedmişimə də. Mənim gözəl qızım, ata sən indi həkimə aparacaq, sağalacaqsan, yaxşı? Səburi, tez işdən cazal, uşağın qızdırması düşmür. Samirlə danışmaq olur ki, heç adama qulaq asmaq istəmir. Mən söyləmək lazımdır, uşaq belə qalmaq istəyir ki. Hazırlaşın, gedim taksi çağırım. Yaxşısı budur, həm də zəng vurum deyim. Alo. Sabahın xeyir əmin. Salam, hər vaxtın xeyir. Nə olub? Uşaq xəstələnib, həkimə aparmalıyam. Bütün maşınların keçişinə nəzarət edə bilərsən. Arxayın ol. Çox sağ ol Həmid. Amma elə ki, işə gəlmədiyimi Samir bilməsin. Yoxsa deyinəcək. Mənlikdir, narahat olma. Narahat olma hədə, bir şey fikirləşərik. Görək də. Sakit olma burada. Məndən icazəsiz otaqdan çıxma. Həyətə düşmək istəyirəm axı. Dedim ki, olmaz. Amma mən heç istəmir. Salam, xoş gəlmişsən Azər mənlə. Salam, necəsən? İşlər necə gedir? Mənim işlər heç də yaxşı getmir. Niyə, nə olub ki, nə problem var? Mən Tofiki tanışsınız da. Hə, tanıyıram. Nə var ki, Tofik? Siz olmayanda Tofik gəldi dükana. Sement almaya göstərdi. Mən də sizə zəng vurdum, nə qədər zəng vurdum, zəng çatmadı. Mən də götürdüm axmaq kimi 5000'lik material verdim Tofikə. Sən adamsan, mənim heç nə xəbərim yoxdur. Mən sizə zəng vurdum, zəng çatmadı. Həqiqətən çox peşmanam. Ola bilər zəng çatmırdı. Ay sənətçilar, mən sənə göstərərəm. Necə keçdi günün? Yaxşı. Mənə gün nətərdir? Yaxşı. Düşürsən mən bala? Hə. Gəl bağlayın qabağını. Hava da soyuqdur. Alo, salam. Tofikdir. Tofikdir. Eşidirəm. Özü sularını vurmuşuq, pulu nə vaxt verirsiniz? Sən necə adamsan? Maşın sürüyə. Sən çatım zəng vuracamsa. Yaxşı, yaxşı. Ətrafın əlində qalmışıq. Hamı postu, bunlara bak. Hamı postu, hamı.
gördüyün kimi evdəyəm. Evləri yığışdırdım. Hüseyin də əlindən təmiz yer qalmır ki. Burada yığışdırıram, təmizləyirəm, burada oturub dağıdır hər yeri. Axır otağa saldım, dedim məndən xəbərsiz çıxma otaqdan. Gözə çay süzüb gəlirəm. Qaqa, gedək Fərdi xalaya xəbər verək. Gəl. Salam Samir müəllim. Məni çağırtdırmışdınız. Salam, bərinə çağırtmışam Sabir bəy. Nə oyunu gətirirsiniz mənim başıma? Niyə düzgün işləmirsiniz? Baxıram 15 maşın çıxıb 5-i burada deyəcəkdir. Halbuki 15-i də qarajdadır. Amma kompüterə baxıram ki 5-in deyəcək qalıbsınız. Niyə? Səbəb nədir? Baxın kitab semətə kompüterdə səhv elə. Kitabsada deyimi qaydadır. Səbəb nədir? Mənim bilirsin nedədir? Bilirəm. Hər nədən xəbərim var. Çox uzatmayaq. Ged ərzəni yazıcatı, yormayaq bir-birimizə. Nə oldu mənə belə? Birdən var özümü pis elədim. Gözlə. Pərdə xala. Nə oldu? Hüseyin maşın vurdu. Nə maşını? Qara maşın. Hüseyin evdə deyil, nə danışırsın? Hüseyin! Qalınca gedək, tez. İmkan verməd sözümü deyim ki, uşaq xəstədir. Bütün gün xəstəxanalara gəzirəm. Mən buradan lədini alırlar. Bütün işi də sənə qanun həmlə tapşırmışım. Samir. Vüsal'a maşın vurub. Deyirəm Vüsal'a maşın vurub. Bilmirəm uşaqlar gəlib dedilər. Bəs sən hara baxırdın Fərdə? Evdəydi, necə çıxıb xəbərim olmuyor. Yox, evdəydi, xəbərim olmuyor, necə çıxıb. Ola xəbərin var. Dədə. Ola Samir yoxdur. Ola Samirin oğlunu maşın vurub. Üstündən də keçib biz arxaya da baxmayıb, sürüb çıxıb gedib. Nə danışırsan ha? Hə, valla. Nerede şeytana? Neydi? Heç nə aç. Səbir boyna. Ha. Xəbərimiz var da, Samir də gedib o maşını dözməyib təkərlərini partladıb. Bu nə danışır hala? Hay. Mən heç bu arada solmaz bir söz deməyim. Solmaz kimdir? Hala hər məhəllənin özünün sinifsiz telegrafı var da burada, bilmirsən. Az. Bir əynimə jaketdən zaddan giyin. Soğuk olacaq. Soğumaz xala, soğuk deyil ki, istidir, daha hava gün də çıxır. Əgin muzim qatışan dibimlənmişdi. Hə, yəqin valideynlərinin telefon nömrəsidir. Uşağın vəziyyəti necədir? Yaxşıdır bəcə. Siz uşağı nəzarətdə saxlayın, biz də valideynlərlə əlaqə saxlayaq. Salam müəllim. Müəllim, sizi narahat edən Hövsan Tibb Mərkəzinin baş həkimidir. Vüsal? Bəli, atasıyam. Uşaq sağ-salamatdır, narahat olmayın. Gördün, hər şeyi
həyatın axarına buraxmaq lazımdır. Sanırsan ki mərkəzindədir. Narahat olma. Dur, heç yerə getmə. Narahat olma. Şükür Allah, uşaq sağ-salamat. İndi valideynlər də gələr, görək kimin uşağıdır. Həkim uşaq ana Vüsal. Oğlumuz hardadır? Narahat olmayın. Oğlu sağ-salamatdır, hər şey qaydasındadır. Çox şükür Allahın Hardadır? birliyinə. Görə bilərik. Əlbəttə, buyurun, buyurun. Sağ olun. Alo. Azər, nə olub sənə? Niyə demirsən axı nə olub? Nəsə olub axı sənə, bilirəm. Hamısı Tofiqə gəldi. Tofiq kimdir? Tofiq kim olacaq? Hacı lafın yekəsi. Gedib Marsın inşaatdan bizim uşaqlardan. Mənim adıma yalandan 5000 manatlıq mal götürür. Mən də onun arxasında gedəndə uşaq çıxdı maşın qabağına. Nə olub uşağa? Necədir indi? Vurmamışam. Qorxusundan yıxılıb uşaq. Heç bilmirəm bu işlərin axı necə olacaq. Heç yaxşı iş görmədimi? Az qalsın yazığı Samir işdən çıxaracaq. Salam Kürəkən. Salam, narahat ana. Xoş gəlmisiniz? Necəsən? Yaxşı, çox sağ olun. Gəldim görüm nə edirsən, işlər necə gedir? Bax, yaxşı elədim. Buyurun, keçin əyləş. Nə olur, keyfin yoxdur. Kim sonra doğrayıb keyfiyyəti görür? Hər şey esnə, boş ver. Tofiq yoxdur bəyəcələr. Hə. Gəlib mənim adımla, bizim uşaqlarla. 5000'lik nisiyə mal götürür. Mən də onun ardınca gedəndə uşaq vurdum yolda. Ay kişi, o butulkalarını niyə yığırsan? Təhvil verib pul alırım. Pul da yadın ki, içkiyə verirsən də. Xeyr xanım, qazandığım pulu ailəmə, uşaqlarıma aparam, çoluq çəkməsinlər deyəm. Al bu kartı, burada nömrəm var. Mənə zəng eləyərsən, mütləq. Çox sağ ol xanım. Sür. Nə olub Məlahət ana, yaxşısan? Yox, heç nə olmayıb. Narahat olma. Haqq öz yolunu tapacaq. Hə, mən gedim biraz işlərim var. Sən işlərimin üstündə dur. Salam Tofiq müəllim. Salam. Nə olub, nə məsələdir? Axı 2 aydır maaşım gecikir. Niyə vermirsiniz? Axı mən... Baxla, öz fikirəm. Damı qalım. Qalsın tüm silahım ki maaşım verilsin, dada üzülməyim mən. Tofiq müəllim. Əgər mənə mahkəmə vermirsinizsə, mən Məlahət xanıma deyəcəm. Məlahət xanım kimdir? Buranın yarışı mənəm. Oo, halal insan. İşlər necə gedir? Məlahət xanım, xoş gəldiniz. Mənə işçilik pulum verildi. Hə, yaxşı. Ver görək. Ver. Ver.
Ver. Ver, ver. Ver. Ay əclaf. Heç bilirsən sənə görə nə qədər adam işsiz qalıb, çörəyindən məhrum olur. Heç utanıb ölüb yerə girirsən. Ya mənə qatın atın, mənə axtarım, inanmıyorum. Böhtan. Al, bu da sənə böhtan. Sənə 2 gün şans verirəm. Qazancını yediyin adamlara qıllarını artıqlaması ilə ödəyirsən. Onlardan da üzr istəyirsən. Başa düşdün? Başa düşdün? Bəli, mən Arxanıma elə deyəcəm. Salam və salam. Buyurun, xoş gəlmisiniz. Geldim. Hansızla gəlmisən hə qapıma? Mən böyle bir səfirlədiyini bilirəm. Ona görə gəldim. Buyur. Bu da göstərdiyim materiallarım kullasın. Qalx hökmranam. Məni bağışla. Ay Samir, nə gözəl yerdir bura. Hə Fərdə, gözəl qaçandı. Dostama restoranıdır. Adını da özümüz qoymuşuq. Kristal Teti Ailəvi İstirahət Mərkəzi. Aa, nə gözəl. Biz dostlarla tez-tez gəlib oturub yeyib içirik. Hə, o iclas deyildi, nə iclas. Deməli bura yığışırmısınız dostlarla. Də bəs də Fərdə. Bir dəfə iclas olanda bir dəfə oturub yeyib içirik. Ha oğlum Vüsal. Nətər xoşun gəldi, bəyəndin buranı? Hə, bəyəndim. Vüsal bəyəndisə tez-tez gələcəyik. Əlbəttə ki, tez-tez gələcəyiz. Nuş olsun. Sabah. Həmid qardaş. Salam. Salam. Səbuh evdə yoxdur. Nə olub ki? Eşitdim uşaq xəstələnib. İndi necədir? Yaxşıdır indi, şükür. Bunları uşağa gətirmişdim. Ay, nə zəhmət çəkmişdiniz. Çox sağ olun. Siz sağ olun. Salam Saboya. Saboya, uşağa baş çəkmək üçün sizə getmişdim. Evdə yox idim. Hə, bir də sənə qarşı etdiyim haqsızlığa görə üzürlüsən. Çox peşmanam. Artıq keçdi. Gedim evə. Ay, sən çox iyi. Mən də səni çox sevirəm, dolan. Gözüm mü? Fərdə Vüsalı yatırdın. Hə, yatdı. Üzündən də öpdüm, şirin yuxular görsün. Amma Samir, bugünkü hadisədən sonra çox peşmanam, özümə gələ bilmirəm. Sıxma canını. Narahat olma.